ilk növbədə onu deyək ki, Yevlaxda qəbul edəcəklər bizi. Açığı, yəni bu il biraz məyus edici məqamlar çoxdur. Çox istərdim ki, fərqli olsun. Bilməm, zərurətdən olur, məcburiyyətdən olur, necə olur? Məsəl üçün götürək, Turan Tovuz komandası bir çox rəqabət apardığımız komandalarla Bakıda oynayıb. Bizi məsəl üçün 2 dəfə Tovuzda qəbul edəcək. Və yaxud İmişli bəzi komandalarla Şamaxıda oynadı, bizi Qubada qəbul elədi. Və yaxud indi Kəpəz Qəbələdə oynadı, azarkeşlərindən uzaq, fərqli bir abu-hava. İndi Yevlaxda qəbul edir bizi. Dünən də özümüz də gördük ki, Yevlaxda bambaşqa idi Kəpəz istəyi, aqressiyası. Yəni bu sırf söhbət Kəpəzdən, İmişlidən, Turandan getmir. Sadəcə olaraq mən deyirəm bir dənə elə bir qaydalar qoyub elə riayət eləyək ki, yəni rəqabəti pozmasın. Çünki bu açıq-aşkar şəkildə rəqabətə təsir edir. Mən bir şey demirəm. Əgər bir yerdə dəyişiblər zərurətdən stadionu, o zaman bütün rəqiblərini orada qəbul eləsinlər, 3-cü devrə dəyişərlər stadionu. Elə daha ədalətli olacaq. 2 devr oynasalar, hamı eyni yerdə oynayacaq. Elə olsa, yəni bizim üçün də daha rahat olar. İndi belə deyək də, çox komandalar getdi Qəbələdə oynadı Kəpəzlə. Amma indi halbuki biz Yevlaxda oynamalıyıq və biz dünən də gördük ki, oyunda Yevlaxda Kəpəz tam fərqli idi.